Baxdım mən Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqunu. Mühakimələr var idi. Təhqir, tənqid yox. Tural da cavab verdi. Şərt onda deyil. Reaksiyalara baxırlar, simpatiya. Söyüş söyməyən adama əlbəttə ki, hardasa simpatiya var. Yəni hər ikisi açıq deyək ki, sevilir cəmaət içində. Amma bu xaricdəki müxalifətdə qısqanclıq yaranır, qorxu yaranır ki, Tural böyüyür. Ən böyük güc Sevinç xanımdır. Bu faktdır. Söyüş yox, təhqir yox, təmiz jurnalist, professionaldır. Həm də Hikmət Hacıyevin ayrılıb gəldiyi qrup ki, orada iqtidar, onların reaksiyasını gördünüz mü? Əlbəttə problem olacaq Hikmət Hacıyevdə. Hər şey əlbəttə ki, Allahdan, yerdə də ki, cənab prezidentdən asılıdır. Nə reaksiya verəcək onu. O qədər.